Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Vloqun başlığından da yəqin ki aydın oldu. Bugün Uğur'un yubiley vloqudur, 10 yaş vloqudur. Çəkib sizinlə paylaşmışam. Əslində ad günü ayın 18-i idi. Elə ad günü də keçirtmişdik. Sadəcə olaraq bu ay mənim üçün çox gərgin ay oldu. Vlog çəkmək, onu editləmək, yəni hazırlamaq çox vaxtımı alırdı qızlar. Bu ay yəni gərgin keçibdi. Əsas gərginlik bu idi ki, yəni tədbirlərimiz çox idi. Ad günlər, toylar, xınalar hamısı bir-birinə qarışmışdı. Təbii ki, ən əsası da Uğur'un ad günü idi. 10 yaş artıq tamam oldu Uğur'un. Məndən soruşsaz, bu illər necə gəldi, necə keçdi? Təbii ki, ifadə eləyə bilmərəm. Yəni, sanki dünən imiş kimi hər şey yadımdadır. Baxanda hələ də inana bilmirəm ki, Uğur'un 10 yaşı var, mənim özümün 10 yaşında övladım var. Doğrudan da çox qəribə hisslərdir. Bu iki rəqəmli yaşlara keçəndə yəqin ki, hər kəs onu hiss eləyir. Həm uşaqlarının böyüdüyünü, həm özünün qocaldığını. Nəysə ki, həmişə sağlam olsunlar balalarımız, içi öz balalarım qarışıq. Hər kəsin balasına ona arzulayıram, onu niyyət eləyirəm ki, ürəyi istədikləri kimi həyat keçirsinlər. Təbii ki, Allah da bizə güc qüvvət versin ki, övladlarımıza onların istədiyi kimi, özümüzün istədiyimiz kimi həyat bəxş eləyə bilək. Deməli qızlar, Uğur'un ad gününü bu il evdə keçirtmədim. Heç yəni düşünmürdüm də keçirtməyi. Özüm fikirləşmişdim ki, mütləq nəsə balaca bir şey də olsa, yəni restoranda falan yığışarıq. Amma Uğur uzun müddət imiş ki, arzu eləyirmiş ki, onun ad gününü restoranda keçirdək. Əsas da niyyəti o idi ki, uşaqlar yığışsın, yəni sinif yoldaşları yığışsın, yaxın dostları yığışsın. Biz də Uğur'un istəyini nəzərə aldıq. Həm də dediyim kimi bu ay tədbirlərimiz o qədər çox oldu ki, heç biz istəsək də evdə ad gün keçirdə bilməzdik qızlar. Ona görə də məsləhət bildik. Kinderland Şüvəlan mini Kinderland belə bir yer var. Orada keçirtməyə qərarlaşdırdıq. Bu restoran Şüvəlan Park ticarət mərkəzinin içində yerləşir. Yəni oyun yeri də var, restoran hissəsi də var. Orada ad günlərdə keçirtmək olur. Deməli, qiymətini bəlkə kimsə maraqlanar, soruşar. Qızlar, qiymətlər biraz fərqli idi. Necə fərqlidir? Yəqin ki, gedənləriniz bilirsiniz. Burada həftə içi tariflər fərqlidir, həftə sonu tariflər fərqlidir. Biz də həftə içi etdiyimiz üçün, üstəlik də iyunun 30-na qədər keçirilən hər ad gün üçün 30% endirim olduğu üçün boş otağı, bayaq gördüyünüz boş otağı 210 manata danışmışdıq. Yəni normalda dedilər ki, hər uşaq elə bil 27 manata başa gəlir. Yəni onun daxilində də adi suyu pulsuz vermişdilər. Daha sonra oyun yerlərinə girmək, face art etmək, popcorn, belə şeylər pulsuz, yəni ki, pulsuz deyəndə yəni o pulun içində gedirdi. Sonra corablar, qolbaqların verilməyi. Amma yeməklər tamam fərqli idi. Yəni nə seçirsinizsə, onun müqabilində də ödənişini eləmiş olursunuz. Amma tək bu otaq, dediyim kimi, 210 manataydı. Amma mən çox razı qaldım qızlar. Tortu da budur Uğur'un. Futbol topu formasında olan şarları mən özüm aparmışdım. Orada elə bil maraqlandıq. Dedilər ki, təhlükəsizlik baxımından helium şarlar içəri buraxılmır. Mən də şarlar üçün stend almışdım, dik durması üçün. Yəni adi hava ilə doldurulmuş şarlar aparmışdıq. Tortunu da sifariş eləmişdik. Amma mənim vloqlarımı uzun müddətli izləyənlər bilərlər ki, mən hər ad günlərdə, yəni uşaqlarımın ad günündə çalışıram ki, özüm hazırlayım tortu. Amma həm dedim 10 yaşdır, biraz özəl olsun, qəşəng bəzənmiş olsun, yəni Uğur'un istədiyi kimi. Həm də ki, dediyim kimi, vaxtım olmazdı, hazırlaya bilməyəcəkdim. Randevu Şirniyyat evindən yoldaşım sifariş etmişdi. Tortunu da artıq üfürdü.
Kinderlənddə ad günü olan uşağa da özləri hədiyyə verirlər. Onu da təqdim elədilər Uğura. Əslində karaoke xidmətləri falan belə şeylər də var idi. Yəni içəridə internetlə təchiz olunmuşdu, televizor falan hər bir şey var idi, amma uşaqlar o qədər oynadılar. Həftə içi idi. Yəni demək olar ki, mərkəzdə heç kim yox idi, ancaq özümüz idik. Biz çıxana yaxın yavaş-yavaş yəni ailələr, uşaqlar gəlməyə başladı. Yəni uşaqlar demək olar ki, hər şeydən geninə boluna istifadə etdilər. Heç yeməyə elə də çox fikir vermədilər. Düşünün ki, tortu kəsdik, heç tortu belə hamısı oturub yemədilər, elə qaçdılar oynamağa. Elə uşaqların əyləncəsi oynamağı, belə deyim də, nəyə desən dəyərdi. Yaxşı əyləndilər. Elə də çox uşaq çağırmamışdıq. 2 qonşumun uşağı idi. 2 Uğurla Mehrin idi və 5 nəfər də sinif yoldaşını dəvət eləmişdi Uğur. 2 qız, 3 oğlan sinif yoldaşları gəlmişdilər. Vloqlarımı izləyirlər sinif yoldaşları da. Buradan onlara bir daha təşəkkürümü bildirirəm ki, gəldilər, Uğuru bu gün də tək qoymadılar. 6 nəfər də valideyn idik. Yəni valideynləri də çağırdım ki, həm özümüz üçün biraz istirahətimiz xoş keçsin, həm də ki, fikirləşdim ki, hərə öz uşağına nəzarət eləsə daha yaxşı olar. Yəni bütün uşaqların belə deyim də məsuliyyəti altına tək girmək istəmədim açığı. Ona görə əlavə olaraq valideynləri də dəvət eləmişdim. 3-4 saata yaxın demək olar ki, orada olduq qızlar. Artıq taksi sifariş eləmişik, veşlərimizi yığmışıq, gözləyirik taksi gəlsin, düşək gedək. Tortun qalan hissəsini də götürdüm, bir hissəsini də orada bizə xidmət eləyən xanıma təqdim etdim. Taksimizi gözləyirdik qonşu ilə bir yerdə, uşaqlar da Uğurun hədiyyələrinə baxırdılar. Gələnlər hamısı sağ olsunlar, hədiyyələrlə gəlmişdilər. 2 dənə dron gəlmişdi Uğura. Birini ilə qonşumuz almışdı, birini də digər sinif yoldaşı almışdı. Uğurun çox istədiyi hədiyyələrdən idi. Hamısı buradadır. Evə gedəndə açıb ətraflı həm baxacağıq, həm də sizlərə də çəkib göstərəcəm. Şarları falan hamısını məcbur geri qaytardıq. Taksidə biraz gecikdiyi üçün uşaqlar biraz da fürsətdən istifadə edib oyunlar oynadılar. Demək olar ki, bu 10 il ərzində Uğura təşkil elədiyimiz ən yaxşı ad günü oldu. Çünki əsas odur ki, öz istədiyi kimi keçdi qızlar. Evə gəldik, biraz dincələndən sonra hədiyyələrini açmağa başladıq. Bu hədiyyələr Kinderland tərəfindən təqdim olunan hədiyyələrdir. Bir ədəd stəkan idi. Uğurun stəkana ehtiyacı var idi. Stəkanı çünki qırılmışdı. Sonra xətkeş, karandaş, pozan, belə həm yonan, həm pozan olan hissəsi var idi. Sonra bloknot var idi, qeyd dəftəri, bir də belə bir döş nişanı deyirlər, onun kimi bir şey var idi. Yəni bu onların Uğura təqdim elədikləri hədiyyə idi. Keçdim digər hədiyyəyə. Bu da sinif yoldaşı İlhamın hədiyyəsi idi. Bir ədəd belə dron. Sonra belə futbolçu şəkillərindən almışdı Uğur üçün. Uğur futbola çox maraq eləyir. Elə tortundan, temasından da gördüyünüz kimi. İlham da elə futbola uyğun da hədiyyə paketində gətirmişdi. Bir ədəd də belə şortik almışdı. Şortik hələ ki böyükdür. Yəqin ki, gələnlər falan geyinə bilər inşallah. Bu İlhamın hədiyyələri idi. Bu isə qonşumuzun hədiyyələri idi. Deməli, belə bir tenis topu, badminton dəsti almışdılar. Bir ədəd də belə dron almışdılar. Yəni 2 uşaq gəlmişdi. İkisi də hərəsi ayrı-ayrı da İrfan, Cəmilə hərəsi ayrı-ayrı Uğura hədiyyələr almışdılar. Bu da sinif yoldaşı Muradın hədiyyəsidir. Bunun qutusu çox böyük idi. Uğur xüsusi maraq göstərirdi. Çünki həqiqətən mənim də çox xoşuma gəldi bu hədiyyə. Lego ilə yığılan bir maşındır, amma pultla idarə olunur. Çox maraqlı bir şeydir. Uğur hələ ki yığmaqdadır.
hələ tam yığıb qurtarmayıb. Yəni detalları çoxdur. Ona görə hələ ki tam yığıb yekunlaşdırmayıb, amma çox maraqlı hədiyyə idi. Açığı mən ilk dəfə idi ki, bu tipdə oyuncaq görürdüm. Yəni həm Lego kimi yığılsın, həm də pultla idarə olunsun. Buradan sinif yoldaşlarının mamalarına, hamısına ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Yəni zövqlü, gözəl hədiyyələr seçmişdilər. Ən başlıcası da, yəni təklifimizi rədd eləməyib, gəlib ad günümüzdə iştirak etdilər. Təbii ki, istəyərdim çoxsunu dəvət eləyim, amma Uğur'a dedim ki, ən yaxın olduqların, yəni ümumiyyətlə kimlərlə daha çox, yəni ünsiyyəti var, onlarımı çağıraq, yoxsa belə bütün sinifimi. O özü seçim etdi ki, əsas 5 nəfər yaxındılar. Elə onlar da gəlsinlər, onlar da iştirak eləsinlər. Yəni bu cür nə planladıq ad günümüzü. Bu da Uğur'un ümumi hədiyyələrinin görünüşüdür qızlar. Digər sinif yoldaşları da belə açıqçalar hazırlamışdılar. Ora ürək sözlərini yazmışdılar. Uğur bunların hamısını xüsusi saxlayır. Deyir, həmişəlik saxlayacağam, qoy xatirə olsun, böyüyəndə də baxanda mənə xoş gəlsin. Bu da digər sinif yoldaşı Eminin hədiyyəsi idi. O ayı çəkilmiş hədiyyə isə Ayanın hədiyyəsi idi. Bu isə Aylinin hədiyyəsidir. Bir daha burada yenə də ümumi hədiyyələrinin videosunu çəkmişəm. Buradan bir daha Uğur'u təbrik eləyirəm. Böyük oğlan olsun, həmişə başımızı uca eləyən övladlardan olsun.